Bəs ictimai səhiyyə nədir? Bəs niyə dünyada ictimai səhiyyə bu qədər önəmlidir? Azərbaycanda ictimai səhiyyə sistemi niyə fərqlidir? Bəs biz bunu bitirəndən sonra harda işləyəcəyik? Səhiyyə əslində nədir? İctimai səhiyyə bu sistemin harasında dayanır? Bu zaman sizə əsas sual bilirsiniz nə olur? Sizi onlardan fərqləndirən nədir? İndi isə gələk universitetə yeni qəbul olanlara demək istədiyim əsas şeylərə. Hamınıza salam. Bu gün müzakirəyə açıq, amma çox önəmli və geniş bir mövzudan danışacağıq. Keçən dəfə paylaşdığım sual qutusuna 100-dən çox sual gəldi və açığı diqqətimi çəkən bir məqam oldu. Sualların böyük hissəsi ictimai səhiyyə ilə bağlı idi. Biz əslində nə oxuyuruq? Həkim sayılırıqmı? Harda işləyə bilərik Fatimə xanım? Bu ixtisasın gələcəyi varmı? Xaricdə public health necədir? Və gördüm ki, əslində bu sahə haqqında hələ də çox sual və qarışıqlıqlar var. Ona görə ilk geniş videomuzu məhz ictimai səhiyyəyə ayırmaq istədim. Mən Fatimə Nuriyeva Azərbaycan Tibb Universitetində 5 illik ictimai səhiyyə təhsilini tamamlamış biri olaraq həm öz təcrübəmi, həm bu sahə ilə bağlı araşdırdığım məlumatları sizinlə bölüşəcəm. Amma bu video sadəcə bir fakültə tanıtımı olmayacaq. Gəlin əvvəl daha böyük sualdan başlayaq. Məsələn, səhiyyə əslində nədir? İctimai səhiyyə bu sistemin harasında dayanır? Səhiyyə yalnız müalicədən ibarət deyil. Bizdə səhiyyə deyiləndə çox vaxt ilk ağla gələn şey həkim, xəstəxana və yaxud da müalicə olur. Amma güclü səhiyyə sistemi yalnız insan xəstələndikdən sonra başlayan proses deyil. Əslində inkişaf etmiş səhiyyənin əsas məqsədlərindən biri insanların sağlamlığını qorumaq, xəstəliklərin qarşısını almaq, sağlam həyat tərzini formalaşdırmaq, səhiyyə sistemini düzgün idarə etməkdir. Və məhz burada ictimai səhiyyə anlayışı başlayır. Bəs ictimai səhiyyə nədir? Sadə dillə izah eləsək, kliniki həkim daha çox fərdin sağlamlığı ilə məşğul olur, amma ictimai səhiyyə isə daha geniş baxır. Yəni cəmiyyətin sağlamlığına fokuslanır. Bir həkim gün ərzində müəyyən sayda insana kömək edə bilər, amma düzgün qurulmuş səhiyyə siyasəti, profilaktik proqramlar və sağlamlıq strategiyaları minlərlə, hətta milyonlarla insanın həyatına təsir edə bilər. Bəs niyə dünyada ictimai səhiyyə bu qədər önəmlidir? Çünki inkişaf etmiş səhiyyə sistemləri artıq başa düşür ki, sadəcə xəstəxana tikmək kifayət deyil. Əgər sistem düzgün qurulmayıbsa, profilaktika yoxdursa, sağlamlıq siyasətləri effektiv işləmirsə, problemlər davam edəcək. Ona görə ictimai səhiyyə bu gün dünyada səhiyyənin əsas istiqamətlərindən biridir. Azərbaycanda ictimai səhiyyə sistemi niyə fərqlidir? İndi isə gələk ən çox qarışdırılan hissəyə. Əgər xaricdə ictimai səhiyyə əsasən ayrıca bakalavr və magistratura istiqaməti kimi formalaşıbsa, bəs Azərbaycanda niyə biz 5 il oxuyurduq və diplomumuzda ictimai səhiyyə həkimi yazılır? Bunun cavabı əslində bu sahənin tarixi inkişafı ilə bağlıdır. Gəlin bunu aydınlaşdıraq. Azərbaycanda bugünkü ictimai səhiyyənin əsası əvvəllər sanitariya profilaktika, daha sonra isə tibbi profilaktika istiqamətindən gəlir. 1930-cu ildə Azərbaycan Tibb Universiteti yaradılarkən ilk istiqamətindən biri də sanitariya profilaktika sahəsi olub. Daha sonra 1991-ci ildə fakültənin adı Tibbi Profilaktika Fakültəsi adına dəyişdirilib. 26 sentyabr 2017-ci ildə isə fakültə İctimai Səhiyyə Fakültəsi adını alıb. Amma 2020-ci ildən isə fakültədə yeni ixtisaslar açılıb. İctimai səhiyyə, tibb bacısı işi, fizioterapiya və tibbi reabilitasiya. 1930-cu illərdə əsas məqsəd sanitariya nəzarəti, gigiyena, epidemiologiya, yoluxucu xəstəliklərin qarşısının alınması, laboratoriya və profilaktik səhiyyə sahələrindən tibbi biliklərə sahib mütəxəssislərin hazırlanması idi. Yəni əvvəlki sistemdə daha çox tibbi profilaktik model üzərində qurulmuşdu. Buna görə də təhsil tibb universitetinin daxilində idi, klinik və tibbi fənlərdə tədris olunurdu və məzunlara həkim kvalifikasiyası verilirdi. Tibbi profilaktikadan ictimai səhiyyəyə keçid. Yəni zaman keçdikcə dünyadan səhiyyəyə yanaşma dəyişməyə başladı. Artıq yalnız xəstəliklərin qarşısını almaq deyil, səhiyyə sistemini idarə eləmək, səhiyyə sistemini yaratmaq, məlumatlarla işləmək, əhalinin sağlamlıq vəziyyətini analiz eləmək, sağlamlıq həyat strategiyaları qurmaq daha ön plana çıxdı. Bu səbəblə Azərbaycan tibbi profilaktika istiqamətində daha geniş anlayış olan ictimai səhiyyə modelinə keçişdə başladı. Amma bir sistem dəyişəndə hər şey bir gündə olmur. Bunu hər birimiz yaxşı bilirik. Ona görə də biz bir növ keçid dövrünün tələbələri idik. Bizim proqramımız 5 illik tibb modeli idi. Yəni 2021-2026-cı ildən bəhs edirəm. Bu müddətdə biz fundamental tibb fənləri, yəni ginekologiya, oftalmologiya, cərrahi xəstəliklər, daxili xəstəliklər və digər kliniki fənlərlə yanaşı, epidemiologiya, gigiyena, səhiyyənin təşkili, ictimai sağlamlıq istiqamətlərində keçirdik. Məhz buna görə də məzun olduqda ictimai səhiyyə həkimi kvalifikasiyası əldə edirik. Amma yeni sistem gələcək. Yəni artıq yeni dəyişikliklərimiz var. 2026-cı ildə qəbul olan tələbələr üçün ictimai səhiyyə istiqamətində 4 illik bakalavr modelinə keçid nəzərdə tutulur. Bununla yanaşı qidalanma və dietologiya kimi yeni istiqamətlərin əlavə olunması isə fakültənin imkanlarını daha da genişləndirir.
Yeni sistemdə məqsəd qlobal ictimai səhiyyə modelinə daha çox yaxınlaşmaqdır. Çünki ictimai səhiyyənin gücü sadəcə həkim adı daşımaqda deyil. Onun əsas gücü səhiyyəyə daha geniş baxmaqdır. Və sual yalnız biz xəstəni necə müalicə edək olmalı deyil. Əsas suallardan biri də minlərlə insanın xəstələnməsinin qarşısını necə ala bilərik sualı olmalıdır. Yəni əsas odur ki, həkim adı almaq üçün həkim olmağa çalışmayın. Bizim üçün əsas odur ki, istədiyimiz ixtisası, sevdiyimiz ixtisası və yaxud da oxuduğumuz, təhsil aldığımız ixtisası daha da inkişaf etdirək və zövqlə çalışaq. İş imkanlarına gəldikdə isə, təbii ki, həm müalicə profilaktikada, həm də tibbi profilaktikada, həm də ictimai səhiyyədə müxtəlif iş imkanları olur. Amma ən çox verilən suallardan biri də budur ki, bəs biz bunu bitirəndən sonra harda işləyəcəyik? Əmin olun ki, ictimai səhiyyə getdikcə daha çox inkişaf edəcək və ictimai səhiyyənin iş imkanları daha çox olacaq. İctimai səhiyyə kliniki ixtisaslardan fərqli olaraq bir istiqamətlə məhdudlaşmır çünki bu həm çətin tərəfidir əslində, həm də üstünlüyüdür. Çünki ictimai səhiyyə çox geniş sahədir. Yəni iş istiqamətlərinə daxil ola bilər səhiyyənin təşkili və idarə olunması, dövlət səhiyyə qurumları, epidemiologiya və profilaktika, qida təhlükəsizliyi, səhiyyə layihələri, tədqiqat və akademik fəaliyyəti, müxtəlif səhiyyə müəssisələri. Bundan əlavə bizim oxuduğumuz 5 illik sistemdə rezidentura imkanları da mövcuddur. Tələbə istəsə müəyyən istiqamətlər üzrə davam edib peşəkar həkim kimi ixtisaslaşa bilər. Digər yol isə magistraturadır. Xüsusilə xaricdə ictimai səhiyyə tələbələri magistr proqramları ilə müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Mənim şəxsi baxışım nədir bəs soruşsanız, məncə burada bir şeyi başa düşmək lazımdır. Tibb universitetini bitirmək avtomatik olaraq bütün qapıların açılması demək deyil. Bu yalnız ictimai səhiyyəyə də aid deyil əslində. Müalicə profilaktika və digər istiqamətlər üçün də keçərlidir. Yəni diplom başlanğıcdır. Sizi fərqləndirən qazandığınız təcrübə olur, praktiki bacarıqlarınız olur, layihələriniz, araşdırmalarınız, özünüzü necə inkişaf etdirməyiniz olur. Çünki universitet bitirəndə yüzlərlə insan eyni diplomla məzun olur. Bu zaman sizə əsas sual bilirsiniz nə olur? Sizi onlardan fərqləndirən nədir? Tibbi oxudunsa mütləq kliniki həkim olmalısan. Gəlin indi bu düşüncəyə baxaq. Tibbə daxil olduqsa mütləq həkim olmalısan. Amma ictimai səhiyyə bundan daha çox geniş anlayışdır, sizə deyim. Çünki kliniki həkimlər səhiyyə üçün çox vacib hissəsidir. Amma səhiyyə sisteminin işləməsi üçün onu planlayan, idarə eləyən, inkişaf etdirən insanlara da ehtiyac var. Şəxsən mən universitet illərimdə özümü daha çox harda görürdüm? Məsələn, mənim marağım təşkilatçılıq, idarə etmə, layihələr yaratmaq, strategiya qurmaq, prosesləri koordinasiya eləmək istiqamətində olub, amma əsas məsələ özünüzü tanımaqdır. Çünki kimisi özünü əməliyyat otağında görür, kimisi laboratoriyada görür, kimisi araşdırmada, kimisi isə idarə etmədə görür. İndi isə gələk universitet yerinə qəbul olanlara demək istədiyim əsas şeylərə. Qəbul olduğunuz gün inkişafınız bitmiş. İndi isə gələk universitet yeni qəbul olanlara demək istədiyim əsas mövzulara. Qəbul olduğunuz gün inkişafınız bitmiş. Əslində başlayır. Bal sizin başlanğıc nöqtənizdir. Amma 5 il sonra sizi fərqləndirəcək olanlar bilirsiniz nədir? Nə öyrəndiyiniz, hansı bacarıqlar qazandığınız, hansı layihələrdə iştirak etdiyiniz, özünüzə nə qədər yatırım etdiyiniz olacaq. Yəni əsas olan başladığınız nöqtə yox, o nöqtədən sonra necə getdiyiniz və necə davam etdiyinizdir. Son mesaj olaraq sizə bilirsiniz nə demək istəyirəm? Bu videoda çalışdım ki, ictimai səhiyyənin nə olduğunu, niyə bəzən tərəddüdlərin yarandığını, dünyada və Azərbaycanda necə formalaşdığını, hansı imkanların olduğunu və öz baxışımı sizinlə bölüşüm. Ən əsas mesajım isə budur ki, sizə hansı fakültədə və hansı ixtisasda olmağınızdan asılı olmayaraq ən önəmli şey həmin illəri necə dəyərləndirməyinizdir. Yəni diplom başlanğıcdır, amma gələcəyimizi formalaşdıran qazandığımız biliklər, təcrübələr, bacarıqlar və yaratdığımız imkanlardır. Bəs yaxşı, mən bu 5 ili necə dəyərləndirdim? Universitetdə hansı layihələrdə iştirak elədim? CV-mi necə formalaşdırdım? Beynəlxalq tədbirlərə necə getdim? Araşdırmalar və xaricdə təhsil yolunda hansı addımları atdım? Bunların hamısını növbəti videoda danışacağam. Əgər sizin də ictimai səhiyyə, tibb, xaricdə təhsil və ya karyera bağlı suallarınız varsa, şərhlərdə qeyd edin. Ola bilər ki, növbəti videoda məhz sizin sualınız haqqında olsun. Videonu bəyəndinizsə, kanala abunə olmağı unutmursunuz. Qarşıda daha çox faydalı kontent və podkastlar olacaq. Görüşənədək.